Tamamilə bu fikirlə razıyam. Çünki həqiqətən də Türkiyə masada yox idi. Yəni bir neçə masa var idi. Xüsusilə Qətər masası var idi və orada Qətərdə məlum hadisənin baş vermə prosesi. Əslində Qətərdə o hadisənin baş verməsi və daha sonra yəni biz həm də onunla nəzərə almaq lazımdır ki, Netanyahu kimi yəni hətta deyə özündən razımı deyim və yaxud da ki, bir prezident Qətərdən belə üzr istəməyə məcbur edildi. Yəni bu proseslərin hamısı mərhələli şəkildə gəldi və burada Türkiyənin hesab edirəm ki, Türkiyənin rolu kifayət qədər güclü idi. Amma nəzərə almaq lazımdır ki, Türkiyə bundan sonra ora, yəni müəyyən qədər dəstəklərini göstərəcək. Bundan əlavə biz nədənsə Türkiyəni və Amerikanı daha çox qabardırıq, amma yeri gəlmişkən bu prosesin içərisində Avropa ölkələrinin də, xüsusilə İspaniya və İtaliyanın çox böyük önəmi var idi. İspaniya konkret olaraq ümumiyyətlə Amerika təyyarələrinin hətta 2 hərbi bazalarından İsrailə getməsinin belə qarşısını almışdı. Təsadüfi deyil ki, məsələn bir neçə gün öncə Trump açıq şəkildə bəyanat verdi ki, İspaniyanın ümumiyyətlə NATO-dan çıxarılmasını təklif edəcək. Yəni bu həddə gəldi çatdı. Və Qərb ölkələrində ümumiyyətlə mitinqlər, aksiyalar, İsrail hətta yəhudilərə mağazalarda nələrinsə satılmaması, bir çox aksiyaların, tədbirlərin keçirilməsi, bunların hamısı hesab edirəm ki, son dərəcə vacib məsələ idi bu proseslə bağlı. Bundan sonraki mərhələdə təbii ki, bir şey də nəzərə almaq lazımdır ki, bu döyüşlər zamanı da əslində Həmasın ümumiyyətlə dəfələrlə Türkiyəyə müraciəti və Türkiyə cəmiyyətində ümumiyyətlə Həmasa olan dəstək və digər faktorlar var idi. Və bundan sonra mən ümumiyyətlə bir şey də nəzərə almaq lazımdır ki, Həmas deyirdi ki, onlar silahı yerə qoymayacaqlar. Yeri gəlmişkən indi də deyirlər silahı yerə qoymayacaqlar və bunu anlayışla qarşılamaq lazımdır. Çünki adamlar öz torpaqlarıdır, öz vətənləridir və öz vətənlərini qorumaq istəyirlər. Təəssüf ki, dünyada elə bir vəziyyət yaranıb ki, kimlərsə öz vətənini qorumaq istəyirsə, buna çox rahatlıqla terrorçu damqası da vura bilirlər. Yəni, şəxsən mən bu fikirləri qəbul eləmirəm. Və burada əsas məsələlərdən biri odur ki, İsrail tərəfi də açıq şəkildə bildirirdi ki, orada Həması tamamilə sıfırlayacaqlar, tamamilə sıradan çıxardacaqlar və orada insanları da qoyun, Fələstinləri qoymayacaqlar yaşamağa. Nəticədə nə oldu? Hər iki tərəf geri addım atmalı oldu və tərəflərin ümumiyyətlə tükənmək məsələsi həddinə gəlib çatanda və İsrail tərəfi də açıq şəkildə gördü ki, yəni bu qədər insan ölümü, bu qədər ümumiyyətlə insanların məhv edilməsinə qarşı yenə də əgər bu tərəf silah yerə qoymursa, demək ki, bunu axıra qədər çatdırmaq mümkün olmayacaq. Yeri gəlmişkən, məsələn, İsrailin Müdafiə naziri toqquşmalar təzə başlayan zaman hətta bir açıqlama vermişdi ki, Həması məğlub eləmək mümkün deyil, çünki bu ideoloji təşkilatdır, bu ideoloji bir silahdır. Ona görə indiki mərhələdə hesab edirəm ki, Amerika tərəfi çalışacaq ki, ümumiyyətlə atəşkəs məsələsinə ciddi əməl olunsun və ora bir çox ölkələr, yəqin ki, Türkiyədən başqa bir çox ölkələrin də ümumiyyətlə prosesə gələcəyi, qoşulacağı və o prosesin içərisində olacağı açıq şəkildə hiss olunur və bundan sonra əsas məsələ yeri gəlmişkən Trump bildirirdi ki, məsələn, o ərazini Fələstinləri köçürəcək və onlar orada, Amerika orada bir turizm cənnəti yaradacaq. Amma açıq şəkildə özü danışıqlardan dərhal sonra bir açıqlama verir ki, yaxın Şərq ölkələri Qəzzanı yenidən tikməyə başlayacaq. Yenə də bu məsələ qaldı yəqin ki, Ərəb ölkələrinin üzərinə, Səudiyyə Ərəbistanı və yaxud da ki, Qətər, Türkiyə müəyyən mənada, yəni yaxın Şərq ölkələrinin üzərinə qalacaq.